Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş xatirə turniri başa çatıb. Azərbaycan Kimboksing Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, xüsusi təyinatlı qüvvələrin İdman klubunun rəhbəri Muxtar Allahyarovun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunan 3 gün davam edən klublararası turnir başa çatıb. Yarışda Suraxanı rayon icra hakimiyyətinin başçısı, Azərbaycan Kimboksing Federasiyasının fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kimboksing Federasiyasının prezidenti Orxan Əliyev, birinci vitse-prezident Elşən Abdulrəhimov, vitse-prezident dəfələrlə dünya və Avropa çempionu olan Eduard Məmmədov, federasiyanın idarə heyətinin üzvləri, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. Qeyd edək ki, yarışı 35 hakim və 5 baş hakim idarə edib. Yarış 2 ring və 3 tatami üzərində təşkil olunub. 650-dən çox idmançı ilə keçirilən yarışda 10 region, 49 Bakı və Sumqayıt regional komandası iştirak edib. Yarış müxtəlif çəki dərəcələrində 100 kimboksçunun iştirakı qala döyüşləri başa çatıb. Qala döyüşlərinin qaliblərinə xüsusi təyinatlı qüvvələrin idman klubunun fəxri diplomları, medalları və Heydər Əliyev kuboku təqdim olunub. Xatırladaq ki, yarışın ən yaxşı hakimi Eyvaz Əliyev, ən yaxşı məşqçisi isə Şəki Turan İdman Klubunun baş məşqçisi Müşfiq Süleymanov seçilib.